Xanım Zəhra salamullahi aleyhanın bir adı da Mərziyə idi. Mərziyə yəni Allah ondan razı idi. Xanım Zəhranın bir fəziləti, bir məziyyəti də onda idi ki, Allah ondan razı idi. Əslində bütün fəzilətlərin kökümündə durur. Əgər bir insandan Allah razıdırsa, şübhəsiz o insan böyük bir insandır. Böyük bir məqama yüksəlmişdir. Salavat zikirləyin Peyğəmbərə və Ali Peyğəmbərə. Qısa olaraq, niyə razı idi? Bu sualdır, yeni sual irəli gəlir. Niyə Allah Teala Xanım Zəhradan razı oldu? Ne eləmişdi? Hansı səbəbdən razıdır? Hansı səbəbdən bizdən Allah razı olar? Mən bir səbəbini vurğulayıram, vaxtımız azdır, sizə Allah'a tapşırıram. Bir budur ki, əsas budur ki, həm Xanım Zəhrada iki olur, mən bir adla deyirəm. Bir ixlas var idi, Allah'a görə nə eləyirdi? Allah'a görə eləyirdi. Allah'a görə kim iş görərsə, Allah onu rahat yola çıxardacaq. Yəhdi bihillah mən ittəbə ridvanahu subuləs-səlam. Allah'a görə işi görsün, Allah səni təhlükəsiz yola çıxardacaq. Biz hərəkət edirik, şeytan qabağımızda vardır, nəfs qabaqda vardır. Yolumuzu şeytan kəsir, nəfs kəsir. Allah deyir, istəyirsən şeytan sənə qələbə çala bilməsin, Allah'a görə işi gör. Allah'a görə işi görsün, yəhdi bihillah mən ittəbə ridvanahu subuləs-səlam. Mən səni səlamət bir yola, təhlükəsiz bir yola çıxardaram. Birinci bu idi. İkincisi də bu idi ki, Xanım Zəhra salamullahi aleyha şeytanla bütün məqamlarda mübarizə aparırdı. Şeytan bəzən bizim öz evimizdə olur. Bəzən nəfsimizdədir, içərimizdədir, bəzən də cəmiyyətdədir. Bizim nəfsimizdə olan şeytan haman nəfsani istəklərdir. Biz ondan mübarizə aparmalıyıq. Bəzilər bundan mübarizə aparır və müəyyən qədərdə müvəffəqiyyət əldə edir. Amma evində, şəxsən özü ilə, ya eyyuhəllədinə amanu aleykum enfusakum. Düzdür, biz özümüzü qorumalıyıq, nəfsimizi paçlaşdırmalıyıq. Amma bu son vəzifə deyildir. Bu bizim öz vəzifəmizdir. Başqa vəzifəmiz də vardır. İkinci budur ki, ailədə Xanım Zəhra salamullahi aleyha, İmam Həsən, İmam Hüseyin, Xanım Zeynəb salamullahi aleyha kimi qadın övlad yetişdirdi. Necə yetişdirdi? O, əgər o öz mədəniyyətini, əxlaqını, mənəviyyatını göstərməsəydi və uşaqların tərbiyəsində çalışmasaydı, negativ hallarla, mənfi hallarla mübarizə aparmasaydı, o uşaqları yetişdirə bilməz. Bu qadının ikinci vəzifəsidir. Ən əsası bu idi ki, Xanım Zəhra salamullahi aleyhi bunlara kifayətlənmirdi. Bir mübariz kişi üçün, xüsusilə Əli əleyhissalam kimi bir rəhbər üçün elə bir qadın lazım idi ki, onun həm daxildə, həm xaricdə fikrini başa düşsün, siyasətini anlasın. Qadın o zaman kişiyə arxa olur ki, onun apardığı mübarizəni başa düşür və ona dəstək olur. Allah rəhmət eləsin, Allahümə Təbatabai deyirdi, deyir, mənim həyat yoldaşımın əl-mizanı yazmaqda mənə böyük bir dayaq olmuşdur. Əgər qadın kişi görür ki, mübarizə aparır, batillə mübarizə aparır, öz nəfsdəki şeytanı ilə mübarizə aparır, evdəki problemlərlə mübarizə aparır, cəmiyyətdəki problemlərlə mübarizə aparır, qadın da onu sıxırsa, təzyiq altında saxlayırsa, təbii olaraq o qadın Xanım Zəhradan danışa bilməz. Hərçən başında hicabı varsa, hərçən namazı yerindədirsə, ya başqa əməlləri. Qadın gərək öz mübariz həyat yoldaşının bütün o hak yolundakı olan addımlara dəstək versin. Bugün bizim problemlərimiz nədir? Bugün kişilərimiz qadınların hicabının müdafiəsinə qalxıb. Bəzən bizdə təbliğ edirlər, İslamda qadının hüququ yoxdur. Bizim üçün qadının hüququ o qədər dəyərlidir ki, hətta gördüyünüz cavanlarımız, alimlərimiz, rəşid oğlanlarımız öz canını belə təhlükəyə atdılar. Həbsə belə getdilər. Niyə? Bu qadının əzəmətini göstərir, qadının böyüklüyünü göstərir. Ki, hətta razı oldu ki, həbsə də getsin, ömürlük də həbs olsun, amma qadının hicabını əl qaldırmasınlar. Qadın da onun müqabilində. O zaman Xanım Zəhranın davamçısı olar ki, mübarizə aparan kişinin arxasında dursun, onun fikirlərini dəstəkləsin. Ona çətinlik yaratmasın. Xanım Zəhra salamullahi aleyha o qədər Əli əleyhissalamı müdafiə elədi. Hətta şəhadətə razı oldu. Öz canını Allah yolunda verdi ki, təki Əli tək qalmasın meydanda. Əli əleyhissalam, Peyğəmbərimiz, Allah ona görə Xanım Zəhraya fəzilət verdi ki, o bunu başa düşürdü və həyata keçirdi. Xanım Zəhra salamullahi aleyha bəlkə də cəmiyyətdə Əli əleyhissalam o cür müdafiə etməsəydi, Allah yanında bir qüsuru yox idi.
Amma xanım Zəhra olduğu üçün, o qadınların seyyidəsi olduğu üçün o ən ali məqama çatdı və məsuliyyət baxımından ən böyük məsuliyyəti həyata keçirdi. Bugün xanım Zəhranın davamçısı, hicab bağlayan bir qadın, bağlamayan da analarımız gərək bunu bilsinlər ki, xanım Zəhra salamullah aleyhanın yolunu davam etmək o deməkdir ki, mübariz, mücahid qardaşlarımızın yolunu davam etmək, onları dəstəkləmək və onları mənəvi baxımdan, maddi baxımdan hər cəhətdən arxa durmaqdan ibarətdir. Mən bir daha bayramımızı təbrik edirəm və qısa olaraq xütbəmi xülasə edirəm ki, xanım Zəhra Allah ondan razı idi. Nəyə görə Allah razı idi? Çünki ixlasla işləri görürdü və cəmiyyətdəki problemlərə biganə deyildi. Təkcə özünün öz nəfsi ilə yox, evindəki problemləri ilə yox, həm də cəmiyyətdə gedən prosesləri diqqətdə saxlayırdı və o istiqamətdən mübarizə apardı. Sizə Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.